sevdiyi bəndəyə bir çətinlik dərd verər. Məsələn, biz övladımızı tərbiyə etdiyimiz zaman onu sevdiyimizdən onun üçün bəzən çətinliklər yaradırıq. Məsələn, biz övladımızı sevirik deyə onu təhsilə vadar edirik. Təhsillə proses çətindir. Uşaq istəyir ki, oynasın, əylənsin, amma biz onu hansısa məhdudiyyətlərlə tərbiyələndirməyə çalışırıq. Allah da sevdiyi bəndələri müəyyən çətinliklərlə, sıxıntılarla tərbiyələndirir. Və mən bunu deyim ki, bu dindarlara aid məsələ deyil. Ümumiyyətlə, hər bir insan dünyaya gəlibsə, istər-istəməz onun hansısa arzuları gerçəkləşəcək, hansısa istəklərinə çatmayacaq, bəzən istəkləri toqquşacaq, mübarizə aparmaq olacaq. Yəni, bu həyatın ibtidai qaydasıdır, amma Quran bizə buyurur ki, qarşıda sizi əbədi xoşbəxtlik gözləyir. Fikir verin, cənnətin qapısında bizə belə bir müraciət olunur ki, onlar üçün nə qəm var, nə qorxu. Yəni, artıq çətinlik dövrü bitdi. Qəribə bir ifadədir. Onlar üçün nə bir qorxu var, nə də qəm. Bilirsiniz, biz həmişə dünyada iki his bizi müşahidə edir. Ya qorxuruq, itirmək qorxusu var. Əldə etmişik, nələrisə əldə etmişik, onları itirmək qorxusu var. Və itirdikdən sonra isə qorxu gedir, yerinə qəm gəlir. Cənnətə daxil olanda məhz bu iki hissdən danışır. Deyir, orada nə itirəcəyi bir şey var. Çünki əhatə olunduğun neymətlər əbədi olaraq səninlədir. Ona görə sən onları itirməyəcəksən. Nə itirmək qorxusu var, nə də itirməkdən sonra olan qəm. Yəni, insan bu amalları gözünün önünə gətirərsə, nə üçün yarandığını anlayarsa, o zaman həyatı bir əyləncəli oyun kimi qarşılayar və başa düşər ki, bu yarışın sonuna doğru irəliləyir və bu yarışdan üzəq çıxanları Allahın rəhməti gözləyir. Qəribə bir